Yadımdadır, mənim bir ortancıl qardaşım var, Hacı Məsim. Bir 10 il olar bundan qabaq bir dəfə bizim bir inşaat mağazımız var, onun qarşısında söhbət eləyəndə mənə bir 5-10 dəqiqə qulaq asdı. Mən bunu eləyəcəm, bunu eləyəcəm, bunu düzəldəcəm, buradan bunu sökəcəm, orada bunu tikəcəm. Burada nəsə planlarımla danışdım da, bir qısaca desək. Mənə biraz qulaq asandan sonra qayıtdı, dedi ki, sən neçə il yaşamaq istəyirsən? Yəni, o inanmadı ki, mən bunları eləyə bilərəm. Amma əlbəttə ki, çox keçmədi ki, heç 10 ildə keçmədi, 3 il, 5 il keçdi. O dediklərimdən də çoxunu elədim. Və ondan sonra bir neçə il bundan qabaq təsadüfən yenə də həmin qardaşımla belə bir söhbət elədik. Mən danışdım yenə də belə elə filan bəhman. Həm idarə heyətinin üzvü, həm qardaşımdır, müəyyən fikirləri ondan istəyirəm alam da, onun da münasibətini. Həm də mən arzu istəklərimi bölüşürəm də bu cürə. Onunla da, bacımla da, qardaşımla da, idarə heyət üzvlərindən də mənə qayıt dedi ki, sən bilirsən, mən danışdım yenə də, bunu eləyəcəm. Sən bilirsən, sənə nə qədər pul lazımdır. Siz inanmazsınız, nə pulu fikirləşirəm. Bəlkə də heç kim inanmaz. Nə də vaxtı fikirləşirəm. Mən düşünmürəm, mən nə qədər yaşayacağımı da. Mənim bir saatım da mənim üçün qiymətlidir, bir dəqiqəm də bir anımdır. Yəni, desələr ki, 10 dəqiqən qalıb ömrün ağına, yenə də mən belə düşünəcəm. Və bu çünki sevgidir, bu bitmir. Dedim axı, sevgi bitmir, azalmır. Ona görə əsas ki, sənin sevgin olsun. Və doğrusu düşünmədim ki, mən bu qədər pul mənə nə qədər lazım. Mən demirəm ki, elə onu bir gündə düzəldəcəm, amma mənim hədəfimdir. Və mən özüm də bilmədən bəzən bu hədəflərimə doğru həqiqətən çox yaxınlaşıram. Və yaxud maşallah olsun, məsələn, buna mən inanıram, çox inanıram. Ona görə bacımın mənə ən gözəl bir alqışı var. Həmişə deyir ki, Allah sənə arzuların tükənənə qədər ömür versin.